Hər işimiz düzəlmişdi, bircə qalmışdı bu. Spermatozoidlərin yarışı keçiriləcək. Kaliforniyada dünyada ilk dəfə olaraq 25 apreldə peşəkar şərhçilərin müşayiəti ilə mərc pul qoymaq xidməti ilə spermaların yarışı olacaq. Los Angeles Hollywood Palladium'da keçirilən yarışı isə Sperm Racing saytında canlı izləyə biləcəksiniz. Oyuncu aparsın. Azərbaycanda yerlənəcəyin ipi 15 yaşlı qızın boğazına dolanıb. Boğularaq xəsarət alan Qaradağ sakini xəstəxanadadır, vəziyyətinin ağır olduğu bildirilir. Çiyələk vitamin D yoxsa zəhər? Mövsümü gəlmədən marketlərdə və bazarlarda satışda olan normal ölçüdən böyük çiyələklər həqiqətən vitamin mənbəyidirmi? Yoxsa xüsusi istixanalarda kimyəvi maddələrlə yetişdirilmiş xəstəlik mənbəyidir? Bu meyvələrin xüsusilə də azyaşlılarda və immun sistemi aşağı olan şəxslərdə allergiya, qaşıntı, səpki və həzm problemləri yaratdığını bilirdinizmi? Amma nə olsun? Əsas odur şəkildə gözəl görünsün, paylaşdıqca çoxlu like gəlsin. Elədirmi? Ağrıdan bir təhər olmağınızın səbəbini deyim. Yer kürəsində maqnit qasırğaları başlayıb. Bugün ayın 16-sı və 17-si də həmçinin davam edəcək. Bundan sonraki növbəti qasırğa isə aprelin 22-si və 24-ündə olacaq. Ürək-damar, hipertoniya, nevroloji xəstəliklər olanlar, şəkərli diabet və xroniki xəstəliklər olanlar, eyni zamanda yaşlılar və hamilə qadınlar bu günlərdə özünü xüsusilə yaxşı hiss etməyəcək. Artıq qocalıq gözəl gələcək. Alimlər Parkinson xəstəliyini müalicə etməyə imkan verəcək yeni tip sinir transplantları hazırlayıblar. Ən maraqlısı isə bilirsiniz nədir? Bu kök hüceyrələri immun sistemini aldadıb bədəndə görünməz qalmağı bacarır. Sağlam xülasə. Qismət.